Dünyanın ən yaxşı sərnişin təyyarələrindən biri qəzaya uğrayıb və sağ çıxan yoxdur. Bugün səhər Air India aviaşirkətinə məxsus olan çox böyük və müasir bir təyyarə, söhbət Boeing 787-8 Dreamliner adlı texnoloji baxımından çox yüksək səviyyəli bir liner qalxmasından cəmi 10 dəqiqədən sonra yerə çırpılır. Özdə təyyarə düz yaşayış məntəqəsinin üstünə, tələbələrin yataqxanasının üzərinə çırpılır. Təyyarənin göyərtəsində 242 nəfər, onların 230-u sərnişinlər, ikisi pilot və 10 nəfər ekipaj üzvləri var idi. Maraqlıdır ki, təyyarə qalxandan sonra cəmi bir neçə dəqiqədən sonra həyəcan siqnalını göndərib. Daha sonra isə dərhal əlaqəni kəsib və qəza baş verib. Bu həm də ona görə qəribədir ki, təyyarə yetəri qədər yeni təyyarə idi, bahalı və müasir təyyarələrdən biri idi. Hava gəmisini idarə edən 2 Hindistanlı pilot idi və yetəri qədər təcrübəli pilotlar idi. Hər halda qəzanın əsl səbəbləri yalnız araşdırmadan sonra açıqlanacaq.